Möhtəşəm Kir. Bizim eradan əvvəl 6-cı əsrdə Arkimedlər nəslindən olan möhtəşəm Kir hakimiyyətə keçdi. Tarixdə izi qalan ən böyük sərkərdələrdən biridir. Fars vilayətində anadan olmuş Kir, dağınıq Fars tayfalarını Midiyaya qarşı mübarizəyə qaldırdı. 20 il ərzində Misirdən Hindistana qədər qurduğu imperiyanın yaranma surəti təəccüb edicidir. Bizim eradan əvvəl 539-cu ildə Babili qəsb etdi. Daha çox Kir silindri adlanan sütunda möhtəşəm Kir ədalətli insan haqlarını tərtib etmişdi. Rəvayətə görə dağdan gələn insanlar ona məsləhətlər verirlərmiş. Möhtəşəm Kir Massagetlər və Sakların şahı Tomirisə məğlub olmuşdu. Rəvayətə görə Tomiris başını qanla dolu qaba soxub demişdi ki, heç olmasa öləndə gözün qanla doysun. İranda məqbərəsi var.